Salam hörmətli müəllimlər, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. İnşallah keyfiniz, əhvalınız yaxşıdır. Nəyə görə müəllimlər dedim? Çünki bu səfərki artıq sınaq imtahanımızın izahı sırf sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün nəzərdə tutulmuşdur. Lakin bu o demək deyil ki, müəllimlərin işə qəbuluna hazırlaşan müəllimlər bundan yararlana bilmədi. Bəli müəllimlər, bugünkü dərsimiz, bugünkü izahımız başlıqdan da anladığınız kimi 18 yanvar 2026-cı ildə Edi Kompaniya Təhsil Şirkətində başçılığı ilə keçirmiş olduğumuz sınaq imtahanının geniş izahıdır. Dərsə başlamamışdan öncə bir xatırlatmanı diqqətinizə çatdırım ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanına hazırlıq üzrə fevral ayı qruplarımıza start verilir artıq qeydiyyat üçün. Əgər dərslərimizdən yararlanmaq istəyirsinizsə və uğura gedən yolda peşəkar bir təlimçi axtarırsınızsa 070 383 79 73 nömrəsi ilə əlaqə saxlayaraq və yaxud da ki, endirimli kampaniyalarımızdan daha çox yararlanmaq istəyirsinizsə Edi Kompaniya şirkətinə müraciət edərək dərslərimə qoşula bilərsiniz. Başlayaq suallarımıza. Çox da vaxtınızı almadan birinci sualımızdan başlayaq. Sual 1. Sürət və qüvvə üçün oxşar cəhəti müəyyən edin. Müəllimlər, əlbəttə ki, biz bilirik ki, sürət və qüvvənin bir neçə oxşar cəhəti var. Bunlardan baxaq görə burada hansıları verilmişdir? Ürək dayaq sistemi, ürək damar sistemi var, lakin ürək dayaq sistemi yoxdur. Əyilgənlik hərəkət qabiliyyət olaraq nə sürətdə, nə də ki, qüvvədə digər hərəkət qabiliyyətlərlə əlaqəsində yoxdur. Bilirik ki, sürət hərəkət qabiliyyəti, sürət, güc, qüvvə və çevikliklə qarşılıqlı əlaqədədir və qüvvə hərəkət qabiliyyəti isə yalnızca və yalnızca sürət, güc hərəkət qabiliyyəti ilə əlaqəlidir. Dayaq hərəkət, deməli bunu da üstünə xətt çəkdik. Dayaqsız hərəkət aparatı. Dayaq hərəkət aparatı var, lakin sız yoxdur. Deməli, buradakı sız da bunun üzərinə xətt çəkməyimizə səbəbdir. Əzələnin reaktivliyi və elastikliyi. Deməli, müəllimlər, burada fikir verməyin, biraz yanlış düşüb. Baxırıq, hərəkət qabiliyyətinin təzahüründə təşkil edən amillər var, bilirik ki, və əzələnin reaktivliyi və elastikliyi xüsusiyyəti həm sürət güc, həm də qüvvə hərəkət qabiliyyəti üçün oxşar cəhət sayılır. Bunu avtomatik variantlarımız arasında qeyd edirik. Dayaq hərəkət aparatı. Sürət güc, qüvvə və dözümlük hərəkət qabiliyyətlərinə bu 4 hərəkət qabiliyyətdə biz bu funksional sistemi görürük. 5-ci variantı da qeyd edirik. Yerindən uzunluğa tullanma isə bilirik ki, artıq sürət güc hərəkət qabiliyyətini inkişaf etdirən hərəkətlərdəndir. Baxırıq variantlarımız arasında 4 və 5. Düzgün variantımız D variantı. Sual 2. İdman növü, hərəkət qrupları üzrə sürət hərəkət qabiliyyətinə aid olanı seçin. Yenə bizdən nə istəyir? Sürət hərəkət qabiliyyətinə aid olanı seçməyimizi istəyir. Baxırıq. Sıçrayış hərəkətləri. Zaten sıçrayış hərəkətləri, atmalar, tullanmalar. Bilirik ki, sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Geniş amplituda dinamik, statik, yellənmə, qolaylandırma, fırlanma, dönmələr bədənin əyilmə qabiliyyətidir. Ağırlıqlarla, bədən çəkisi ilə, rəqimi müqavimətlə yerinə yetirilən hərəkətlər, qüvvə hərəkət qabiliyyəti. Uzun mərhələli estafetlər, məsafə kəsiklərində təkrar qaçışlar, dözümlük hərəkət qabiliyyəti, qaçış, sürətlənmə hərəkətləri, estafetlər, sürətli oyunlar, sürət hərəkət qabiliyyətinə aid olur. Düzgün variantımız Y variantı. Çeviklik hərəkət qabiliyyətinin inkişafı üçün istifadə olunan vasitələrə aid olanı seçin. Baxın, müəllimlər, vasitələri deyir bu səfər bizə. Yəni, hansı hərəkətlər və yaxud da ki, orada olan oyunlar bu vasitələrə aid edə bilər. Mərkəzi sinir sistemi və əzələ sisteminin latent gizli fazaları. Bu, zaten vasitə deyil, bir mənalı olaraq. Dayaq hərəkət aparatının genetik xüsusiyyəti xeyr, bu da deyil. Zaten
Qızışdırıcı hərəkətlərin kifayət qədər icra olunması bu bədəni əyilmə qabiliyyətinə məxsusdur daha çox. Müqaviməti azaltma və çoxaltma vasitələri müəllimlər biz bunu harda görə bilərik? Deməli, sürəti inkişaf etdirən vasitələr istifadə olunan metodun seçimindən asılıdır. Bunlar müqaviməti azaltma, baxın, burada artıq görmüş oluruq. Xarici amillər təsir edən vasitələr, dozalaşdırılmış texniki vasitələr. Lakin bizdən isə burada çeviklik hərəkət qabiliyyəti soruşur. D variantı da getdi. İdman oyun növləri, basketbol, voleybol, futbol və badminton. Düzgün variantımız E variantı. Məktəblərdə bədənin əyilmə qabiliyyətinin qiymətləndirilməsi üçün istifadə olunan hərəkətləri bu səfər bizdən soruşur. Bu zaman nəyə diqqət yetirməliyik? Gəlin ilk öncə variantlar arasında gedərək buna diqqət edək. Variantlar arasında baxdığımız təqdirdə isə dayaqda qolların bükülüb açılması, qüvvə hərəkət qabiliyyətinin inkişaf etdirilməsi, turnikdə yellənmə hərəkətləri bədəni əyilmə qabiliyyəti inkişaf etdirir, lakin qiymətləndirməsi üçün istifadə etmirik. Körpü vəziyyəti, bəli. Ayaqlar bir yerdə duruşdan irəliyə əyilmə, bəli, qiymətləndirilməsi üçün istifadə edirik. Yəni, bəqin qiymətləndirilməsi üçün istifadə edirik. 5. Oturaraq dizləri bükmədən irəliyə əyilmə, bəli. Oturub qalxma, xeyr, qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir aşağı ətraflarda. Ayaqlar aralı duruşdan gimnastika ağacının baş üzərindən arxaya aparmaq, bəli, qüvvə hərəkət qabiliyyətini inkişaf etdirir, qiymətləndirilməsidir. Deməli, seçdiyimiz variantları əvvəlcə yazaq bura. 3, 4, 5, 7. Gəlin, baxaq görə belə bir variant varmı? Bəli, var. Və 3, 4, 5, 7-nin eyni kombinasiyası zaten yoxdur. Lakin cavabımızı yoxlamaq üçün baxaq. Gimnastika nərdivanına dırmanma hərəkətləri, xeyr. Tək ayaq üzərində oturub qalxmada qüvvə hərəkət qabiliyyətinə aiddir. Doğru cavabımız D variantı. Növbəti sualımız. 30-cu yay Olimpiya oyunlarında hansı Azərbaycan idmançısı bürünc medal qazanmışdır? Texniki xətalardan dolayı burada düzgün variant əks olunmuyor müəllimlər, amma sizə bir məlumat deyim ki, yəni bu da yadınızda qalsın. 30-cu yay Olimpiya oyunları 2012-ci ildə Londonda baş tutmuşdur və həmin yarışda Azərbaycan idmançıları 2 qızıl, Toğrul Əsgərov və Şərif Şərifovun hesabına, Toğrul Əsgərov 60 kiloqramda sərbəst güləş, Şərif Şərifov isə 84 kiloqramda sərbəst güləşdə qızıl medallar qazanmışdır. 2 gümüş medalımızı isə birini Rövşən Bayramov Yunan Roma güləşi üzrə 54 kiloqram çəkidə, Mariya Stadnik isə 48 kiloqramda qadın güləşində qazanmışdır. Emin Əhmədov, Yuliya Ratkoviç, Teymur Məmmədov, Məmməd Rəsul Məcidov və Xatak Qazımov isə bürünc medalçılarımız olmuşdur. Bunlardan Emin Əhmədov, Yuliya Ratkoviç və Xatak Qazimov güləş idman növündə, Teymur Məmmədov və Məmməd Rəsul Məcidov isə boks idman növündə bizə bürünc medalı qazandırmışdılar. Bu sayədə də artıq bilmiş olduğunuz hansı idmançılarımız həmin yarışda hansı medalı qazanmışdır. Baxırıq növbəti sualımıza. Aşıq daban oynağının zədələnmələrində hansı sarğı qoyulur? Hörmətli müəllimlər, burada düzgün variantımız 8-vari sarğıdan istifadə olunur. Aşağıdakılardan hansı şahmat oyununda mat ilə pat bildirir? Baxırıq. Pat və ya mat olmağı üçün mütləq şah elan olunmalıdır. Xeyr, mat olmağı üçün bəli, şah elan olunmalı və şahın vəziyyətdən çıxa bilməməsi lazımdır. Lakin patda isə şah elan olunmur. Sonra mat oyunun bitdiyini, pat isə oyunun davam etdiyini. Xeyr, mat və pat vəziyyətlərinin hər ikisində oyun zaten bitir. Mat oyun qələbəsi, pat isə heç içəni göstərir. Bəli, burada doğru variant C variantıdır. Baxaq, pat oyunun əvvəlində, mat oyun sonluğunda ola bilər. Baxın müəllimlər, mat da, pat da, mat oyunun əvvəlində də ola bilər, oyunun sonunda da ola bilər. Hətta belə deyim ki, çoban matı deyilən bir anlayış var ki, hətta heç endspell hissəsinə keçid olunmadan heç bir, yəni belə deyək, qarşılıqlı
oyun gedişatı olmadan 10-cu həmləyə belə çatmadan artıq oyunçu mat vəziyyətinə qala bilər. Pat qələbəni xeyir, pat heç hissəni bildirir, mat isə qələbəni. Doğru variantımız C variantı. Badminton ilk dəfə neçənci ildə Olimpiya oyunlarında nümayiş etdirilmişdir? Burada düzgün variantımız 1972-ci ildə Münhendə keçirilən yay Olimpiya oyunlarıdır. Aşağı ətrafların borulu sümüklərin sınığı zamanı hadisə yerində ilk yardım nədən ibarətdir? Müəllimlər, narkotik vurmaq təbii ki, heç bir halda istər travma olsun, istər olmasın, yəni heç bir halda düzgün deyil. Sınıq nahiyəsini ağrısızlaşdırmaq xeyir. Sınıq fermentlərin reparizasiya xeyir. Xəstəyə qurbağavari vəziyyət vermək xeyir. Borulu sümüklərin sınığı, yəni bu sümüklərin sınığı adətən ətraflarda baş verir və bu zamanda ətraf nəqliyyat şinası ilə embolizasiya etmək daha doğrudur. 10-cu suala baxırıq. Yüksək sürət ilə icra olunan tək ayrı bir hərəkət aktı tək hərəkət sürəti adlanır. Statik hərəkətlərə aiddir. Daha çox bir oynaq və onu əhatə edən əzələ bağ aparatının mütərrikliyi və elastiklik dərəcəsini artırmaq məqsədilə tətbiq olunan hərəkətlər. Bəli, burada doğru variant onsuz da A variantıdır. Hansı variantda partlayış qüvvəsinə aid misal göstərilmişdir? Nisbətən yavaş hərəkətləri qüvvə sərf etmək, xeyir. Maksimal qüvvə sərf edərək kəskin zərbə endirmək, xeyir. Burada doğru variant əks olunaraq qalıb. Lakin bunu da deyim ki, qısa vaxt ərzində maksimal qüvvə göstərmək aiddir partlayış qüvvəsinə. Maksimal qüvvə sərf edərək möhkəm itələmə və ya itələnmə xeyir. Yeni hərəkəti tez, asan mənimsəmək, hərəkət fəaliyyətini dəyişən şəraitinə uyğun qurmaq. Bu zaten çevikçi hərəkət qabiliyyətinin açıqlamasıdır. Buna görə də bunu götürmür. 29-cu yay Olimpiya oyunlarında hansı Azərbaycan idmançısı gümüş medal qazanmışdır? Deməli, hörmətli müəllimlər, bu sualımızın cavabı olacaq Vitali Rəhimov. Bəli. Növbəti sualımız 14-cü sual. Müasir yay Olimpiya oyunlarının başlanmasının təşəbbüskarı kimdir? Bunu bizlər çox gözəl tanıyırıq. Kuberten. Bəli, birinci Kuberten. Birinci Kuberten deyə elə, çünki Fiyadasını gördüm, birinci ona görə dedim. Kuberten, Pierre de Kuberten müasir yay Olimpiya oyunlarının başlanmasının təşəbbüskarı olmuşdur. Növbəti sual 15-ci sualımız. Voleybol oyununda top kənarda olduqda xəttəki hakimin əl-qol işarəsi necə olmalıdır? Ovcu açıb bir qolu dirsəkdən bükülür, digər əlinin barmaqlarını qatlanmış əlin barmaqlarına sürtür. Xeyir. Bayrağı yuxarı qaldırır. Bəli, müəllimlər. Bu zaman bayrağı yuxarı qaldırır və həmin andaca bilinir ki, top artıq meydançaya deyil, kənara düşmüşdür. Yəni meydançaya düşdüyü zamansa bayrağı ilə meydançada topun düşdüyü istiqaməti və yaxud da ki, meydançanı göstərir ki, top meydançaya düşmüşdür. Müəllimlər, ilk hissəmiz bu qədərdir və növbəti suallarımızın, yəni davamında isə 16-dan 30-a qədər olacaqdır və növbəti sualların izahını izləmək və qaçırmamağınız üçün sadəcə olaraq kanala abunə olmağınız və videonu bəyənərək şərh yazmağınız kifayətdir. Və bu şəkildə sizlər həm məni motivasiya eləmiş olursunuz, həm də ki, sizdən gələn geri dönüşlərə uyğun olaraq həmin bu videonun da davamını çəkib sizlərlə paylaşacağam. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Gecəniz xeyrə qarşı uğura gedən yolda doğru addımlar atın.